işləyən köhnə və yenilənməmiş internet yönləndiriciləri router kibercinayətkarlar üçün cəlbedici hədəflərə çevrilir. Bu haqda ABŞ Federal Təhqiqatlar Bürosu xəbər yayıb. Bildirilir ki, modemlər çox vaxt kiber təhlükələrə qarşı zəifdir. Bundan istifadə edən hakerlər isə ev şəbəkəsinə daxil olaraq şəxsi məlumatlara, cihazlara və xidmətlərə zərər verə bilər. Global Info Azad danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, bu tip cihazlar tez-tez zərərli proqramlarla yoluxdurulur və ev şəbəkələrinə sızmaq üçün istifadə olunur. Router vasitəsilə həyata keçirilən hücumlar nəticəsində yalnız internet bağlantısı deyil, həmin şəbəkəyə qoşulmuş digər cihazlara da nəzarət mümkündür. Bu hallarda kibercinayətkarlar istifadəçiləri şəxsi və bank məlumatlarını oğurlamaq, onlayn fəaliyyətlərini izləmək və hətta cihazları zombi şəbəkələrdə botnet istifadə etmək imkanı qazanırlar. Hücumların səssiz və görünməz şəkildə baş verməsi isə təhlükəni daha da artırır. Mütəxəssis qeyd edib ki, adətən istifadəçilər sızmalardan yalnız ciddi məlumat itkisi və ya təhlükəsizlik pozuntusu baş verdikdən sonra xəbərdar olurlar. Yönləndiricilərin proqram təminatı mütəmadi olaraq yenilənməli, standart şifrələr dəyişdirilməli və şəbəkə təhlükəsizliyi üzrə əsas tədbirlər görülməlidir. Cihaz artıq istehsalçı tərəfindən dəstəklənmirsə, daha yeni və təhlükəsiz model ilə əvəz olunması tövsiyə edilir.